Ay cəmaət, sizə Masallı rayonundan danışım. Masallı rayonunun Xanalyon kəndin dəyişdiriblər plakatı, eləyiblər Xanalyon. Kim eləyib bunu? Naxçıvandan gələn Kürd icra hakimi Aras Süleyman oğlu Əhmədov. Cəmaət bilmir, dərdin kimə danışsın. Hər yeri kürdləşdiriblər. Azərbaycanın bütün bölgələrini kürdləşdiriblər. Erməniləşdiriblər. Ay başınıza dönün. Bu talışları niyə dəyişmək istəyirsiniz? Bizi heç kim dəyişdirə bilməz. Bizim millətimiz talış millətidir. Bunu yadınızda saxlayın. Erməni gələnə qədər bura Xanalyon olur. Erməni dəyişdirib elib Xanalyon. Xanalyon elə eşitmişəm. Elə vəsiqəmi də dəyişmişəm Xanalyona. Bir də arayış getmişəm Kənsəvidə yazılıb Xanalyon kəndi. Elə mən beləsini görmüşəm, beləsini eşitmişəm. İndi taza plakat qurulub, gedib baxıram o da Xanalyon. Onda vəsiqədə yazılıb, qabaq tərəfində yazılıb Xanalyon, sol tərəfində yazılıb Xanalyon. İki ad daşıyıram, mən iki kəndin adını daşıyıram.